Günay Məhərrəmovanın sizə xüsusi bir mesajı var. İsa bəy biz uşaq olanda deyirdilər ki, İsa bəyin beyni çox qiymətlidir. Nadir adamlardan biridir. Gənc olmasına baxmayaraq Heydər Əliyevdən də güclü bir siyasətçidir. Amma siz xalq üçün niyə bir iş görmədiniz deyə sizdən soruşur. Buyurun cavabını verin. Yəni buna düşündüyümü desəm bu suala bir növ özünü tərifləmək kimi qiymətləndirilə bilər. Hər halda ümumiləşdirib cavab verməyə çalışım. Yəni nəyə görə Rusiya Azərbaycanda Rəsulzadə hakimiyyətinin davam etməsinə imkan verməyib? Nəyə görə Rusiya və müəyyən digər qüvvələr, İran və digər qüvvələr Azərbaycanda Elçi bəyin hakimiyyətdə olmasına bir ildən çox davam gətirə bilmədilər? Nəyə görə 2003-cü ildə seçkidə mən Müsavat Partiyasının və bizim Azərbaycan blokunun təmsilçisi olaraq qalib gəlsəm də mənim qələbəmin gerçəkləşməsinə imkan vermədilər? Çünki o halda Azərbaycanda xalq tərəfindən seçilmiş bir hakimiyyət olacaqdı. Azərbaycanda xalq tərəfindən seçilmiş bir hakimiyyətin olması isə Rusiyanı da, İranı da və bir sıra başqa qüvvələri də ciddi şəkildə narahat edir. Və bizim uğurlarımızın qarşısını alan, bizim hakimiyyətdə olmamızın qarşısını alan əsas səbəb də budur. Azərbaycanın nəzarət altında olan, idarə olunan bir ölkə olmasını istəyirlər. Ona görə də xalqın rəğbət bəslədiyi, xalqın səs verdiyi, xalqın hakimiyyətə gətirdiyi və gətirmək istədiyi şəxslərin qarşısı bu qüvvələr tərəfindən alınır. Bu gerçəyi hər kəs bilməlidir. Söhbət İsa Qəmbərdən getmir. Bu gerçəkdən söhbət gedir. Bu gerçəyi hər kəs bilməlidir.